Yanvarın 26'sı Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq. Əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə çiskin olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 1-3, gündüz 6-10 dərəcə isti olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Temperatur 1-7 dərəcə isti olacaq. Əksər rayonlarda sabah yağıntı gözlənilmir, lakin bəzi şərq rayonlarında yağıntı olacaq, dağlıq rayonlarda qar yağacaq. Duman gözlənilir, mülayim qərb küləyi güclənəcək, temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.